Sizin də gimbalınız bu şəkildə yapış-yapış və yaxud da rezinləri atmışdısa, həlli bu videodadır, yaxınızda. Deməli, bu Roninlərin xüsusi bir xəstəliyidir. Xüsusilə Pro modellərinin xəstəliyidir. Xüsusilə də yaxşı işlər görən böyük productionların hamısında baxırsan ki, Roninləri hansısa bir izolant vasitəsilə və yaxud da başqa vasitələrlə bağlanıb. Amma bunun sərgəli deyil. Sərgəli həlli var. Deməli, bu yapışqan hissələri sökəndə burada iki tərəfli skotçları olur bunun və çox bərbad skotçlardır. Yəni bu buradan çıxıbsa, onsuz da bu ya yapışıb, ya gün görüb, ya necəsə olub da artıq keyfiyyətini itirib. Onu soymağa ən azı 1 saat vaxt lazımdır. Tövsiyə edərdim ki, aseton və yaxud da spirtdən istifadə edəsiniz. Onu soymaq üçün sulu nəm salfetlər də istifadə etmək olar, amma o qədər də keyfiyyətli deyil. Yəni istənilən effekti vermir. Daha sonra bu rezinləri bir-bir bunun içərisində yenə təmizləyirik. İlk mərhələ budur. Bu təmizlik mərhələsi bitəndən sonra nə edirik? Ən maraqlı hissə elə orasıdır. Bu rezinlər bir çoxu uzandığı üçün tam şəkildə bura oturmur. İlk mərhələdə biz bu Ronini bu rezinlərdən ayırırıq. Rezinlər ayrılandan sonra buradakı bu kleyli səthi mümkünsə təmizləyirik. Roninin boyaya ehtiyacı varsa siz bura boya da vura bilərsiniz kənar metal səthinə. Daha sonra isə deformasiya olmuş rezinləri ehtiyac varsa ortadan ikiyə kəsib ölçüsünü biraz kiçildirik. Ehtiyac yoxdursa sadəcə iki tərəfli bir skotçla yapışdırıb modifikasiya edirik. Modifikasiya dediyim isə bunun səthini hər hansı bir vasitə ilə bu gün biz bu videoda gaffer tape istifadə edəcəyik. Bunun yerinə olardı tennisdə istifadə olunan o çubuğu izolyasiya etmək üçün olan vasitə və yaxud da digər başqa vasitələr. Yəni əsas məqsəd bunu izolyasiya eləyib yumşaqlığını da saxlamaq. Gəlin keçək videoya. Bu şəkildə gaffer tape yapışdırırıq. Düzdür, burada mümkünsə bu gaffer tape biraz darta yapışdırmaq lazımdır. Bu biraz boş olsa istədiyim effekti verməyə bilər. Sevmədiyim bir şeydir o. Yəni orada sallanmağı və s. Gaffer tape'lər ümumiyyətlə həssas bir materialdır. Yəni bu şəkildə cırt-cırt şəklində belə açılır. Və parça hissiyatı var. Çox yumşaqdır həm də. Ona görə xoşum gəlir bu materialdan. Başladıq yapışdırmağa. Bu birinci qatı. Amma hələ də istədiyim o ideal dartı yoxdur burada. Belə sanki idealdır. Siz bunun üstünə daha sonra yapışqan kleylərdən də keçə bilərsiniz. Yəni o da başqa bir effekt verir. Nəysə bu qədər. Yetməyə də bilər, artıq əmin deyiləm bundan. Bu şəkildə yenə gaffer tape darta yapışdırırıq. Və bu arada videonun başında dediyim kimi siz bu materialın yerinə hər hansısa bir, yəni Lordel desə tenis raketkasının o izolyasiyasını və yaxud da digər lentləri istifadə edə bilərsiniz. Boksla məşğulsunuzsa, boks əlcəyinin o ipləri var, onu da istifadə edə bilərsiniz. Yəni gaffer tape bu şəkildə kəsirik. Amma indidən də yəni tutuş hissiyatı və s. düzəldi. İstədiyim kimi oldu. Mən bunu bir dəfədə spirtdən təmizləyəcəm, o yapışqan kleylər getsin. Ondan sonra tam ideal olacaq deyə düşünürəm. Burada gaffer tape ən xoşuma gələn xüsusiyyəti budur. Baxın yarısını və bu şəkildə yarısını istifadə etmək olur. Hələ burada bir yarı bir hissəsi lazımdır. Tam dairə yarım sıxarsam məndə yetər. Biraz da vaxt göz qararı garanti olsun. Kəsirik. Bunu belə yarım sıx hissəsini yapışdıracağım. Və budur dostlar. Artıq Roninin bu tutacağı tam şəkildə hazırdır. Qalır gedir çəkiliş etmək bu videoda belə. Sizdə də problem varsa sadə həllər davam edin. Kanalımızı da izləməyi unutmayın. Sağ olun, salamat qalın.